Salamlar olsun. Deməli, mən ha vaxtsa bir dənə yazmışam Şahvərəd Əsgərov haqqında. Sonra biz Şahvərəd Əsgərovla barışdıq. O mənim yerlim Gədəbəy rayonundandır. Biraz da əqrəbəm düşür. Nəsə sözün söhbətim nəyə gəlir? O vaxtı onu TikTok'da vermişdim. Sonra mən onu sildim. Hardansa da bunu jurnalist Ayşən ələ keçirib və onu təkrar verir. Şahvərəd Əsgərov həmişə qazilərin yanında durmuş, həmişə şəhidlərimizin yanında durmuş. Onun dəstəsi, onun komandası, Yeni Baxış İctimai Nəzarət Təşkilatı həmişə bu işdə öndəmdə olmuş. Bütün həmişə yığıncaqlarda, həmişə onu öndər dəstəkləyir. Bu devləti, bu hökuməti hamısının xətrini istəyir. Dövlətin, Ali Baş Komandanın bütün göstərişlərini rəhbər tutaraq ölkəmizə, xalqımıza xeyir verən bir insandır. Şahvərəd Əsgərov olduqca kasıb bir həyat yaşayır və cibində olan axırıncı qəpiyi də xalqına, şəhidlərinə xariclayan bir kişidir. Şahvərəd Əsgərovun atası rəhmətli Məhəmməd Əli kişi eldə, obada tanınmış kişidir. Yəni Gədəbəyin ən sayılan, seçilən Nərman kəndindəndir. Jurnalist Ayşən mənim o vaxt verdiyim videonu rəhbər tutur, kişiyi şərləmə yollarına, yəni nəsə gedir. Mən onunla əl vurub görüşmüşəm və o videonu silmişəm. Əgər orada nəsə anlaşılmazlıq olub, o mənə onu 1'ə 5 qaytarıb ayıracaq, ayıftöyüb, olub, biz bir-birimizə ərk eləyən kişilərik. Yəni belə şeylər də olub. Yəni o videonun heç bir yeri yoxdur. Mən onu Şahvərəd Əsgərova qarşı təsir eləmək nöqtəyi nəzərindən baxıram. Və Ayşən, jurnalist Ayşənə deyirəm, sən gözünün ikisini də basıb çıxardaram. Sən kimsən ki, sən Şahvərəd Əsgərovun videosunu qoyursan, utanmazın bir utanmaz. Sən haranı qutarıbsan ha? Kimsən ha? Ged özün çək, özün qoy, nə yaratsan yarat. Bütün problemləri. Bax da Şahvərəd Əsgərovun gör Azərbaycanda nə işlər görür. Ha? Kişi ilə mən bir dənə münaqişəm düşüb, videomu da götürmüşəm. Adamda bir yüksəklik, bir baxış olar. Ola bilsin ki, Şahvərəd Əsgərov sizin hansısa problemlərinizi dövlət səviyyəsində qaldırır, dalınız atır eləmi? Ona görə kişi irəli verirsiniz. Bu çox səhv, yanlışdır. Mənim adımla o kişiyə təsir elə bilməzsiniz. Şahvərəd Əsgərov mənə qardaş kimi olan bir kişidir. Ayıb olsun jurnalist Ayşənə və onun ətrafındakı bütün hamıya. Oldu mu? Qəti sürətdə onu götürün, o yana rədd elən. Əgər rədd eləməsəniz, bundan deyək ki, bir dənə video buraxacam, canını çıxar, görüm nədir. Mən barışıb qurtarmışam, görmüşəm kişi iş görür, demişəm halal olsun. O öndər yadigarıdır. Onun qurduğu dövlətin yadigarıdır. Vətənin qazilərinə, vətən müharibədə iştirak edən, qolu qıç olmayan insanlarla həmişə bir yerdədir. Görmürsünüz, gözünüz kör olub, kör gözlər. Ayıb olsun sizə, yerinizə də xəcələt çəkirəm. Mənim adımdan istifadə edib, kim mənim adımdan istifadə edib, qələt edib başında daşa döyür. Şahvərəd Əsgərov sizdən yaxşı kişidir. Elə Gədəbəydə ona barabar kişilər az olar. Başa düşdünüz nə deyirəm? Yerinizi, həddinizi bilin.